Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələr barədə məlumatlandırdı. İclasda Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi, yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə ölkəmizə hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş, cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan 2020-ci ilin dekabrında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər dindirildi. Zərər çəkmiş Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun ən saylı hərbi hissəsinin maddi texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı mina atanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirdi. Bundan başqa ifadə verən Müdafiə Nazirliyinin ən saylı hərbi hissəsinin tibb bölməsinin felçeri Samir Yusifov, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda geniş miqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən, Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mina atan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını dedi. Məhkəmə istintaqı zamanı dindirilən zərər çəkmişlər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseyn Bala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abuşov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rızaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildirdilər. Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, mina atanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildirdilər. Dindirmədən sonra zərər çəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidməti yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırdılar. Ardınca məhkəmə prosesində zərər çəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri elan edildi. Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.